Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Paytaxtın aeroport yoluna yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə Xəzər rayonu ərazisində Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb. Toyota və Audi markalı avtomobillər toqquşub. Nəticədə Audi markalı avtomobil aşıb və 3 nəfər xəsarət alıb. Qəza səbəbindən həmin istiqamətdə nəqliyyat sıxlığı yaranıb. Çalışıram verilişlərə getməyim. Bu o demək deyil ki, hər verilişə getmirəm. Sadəcə telefon çıxandan mənim sənətə olan həvəsim ölüb. Telefon hər şeyi ortaya tökdü. Gizliləri açdı. Amma elə şeylər var ki, onlar gizli qalmalıdır. Bu gün müsahibə vermək istəyirsən, lakin ağıllı intellektuallara biganə qala bilmirəm. Ona görə də verilişlərə getmirəm. Xəbər verilir ki, bu sözlər aktyor Azər Axşam daha aydın layihəsində deyib. O uzun müddətdir efirə çıxmamasına belə aydınlıq gətirib. Bir gün jurnalistlərdən birinə dedim ki, nə kiminsə tərifini, nə də söyüşünü istəyirəm. Bizim tamaşaçısını başqa şeylərə yönəldirlər. Bundan çox qorxuram. Bizim insanlar məşhur insanları sevirlər. Savadlı, istedadlı, tərbiyəli insanları isə sevmirlər. Məşhurluq axtarırlar. Mənim toyumda məşhur biri olsun, istedadlı adam yox deyə düşünürlər. Aktyor məşhurluğa istedaddan daha çox dəyər verilməsini qınayıb. Hətta bir dəfə toyda idi. Köhnə televiziya işçiləri də orada qonaq idilər. Zaldaşların 90% də televiziya işçiləri idi. İki magikanın adını çəkirəm. Siz əyləşən televiziya işçilərindən reaksiya yoxdur. Amma bir dənə TikToklardan birini dəvət edək içəri, siz cumacaqsınız onun üstünə. Görün televiziyada kimlər işlər. Elə bil bataqlığa daş düşdü. Bugün Qorxmaz 50-ni görəndə qaça-qaça gedib qabağına çıxıram. Ola bilər bugün efirdə deyil, amma o mənim qəlbimdə peşəsi ilə taxt qurub. Pulum, imkanım çox ola bilər, amma mən yenə də onlarla görüşmək üçün qaçaraq gedərəm.